Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Günlük suallarımızdan birini sizə təqdim edirəm. Bugün həm idraç taksonomiyasına aid olacaq, həm də biliyin növlərinə aid olacaq. Deməli, sualı özünüz oxuyursunuz. Təbii ki, daha sonra isə izahımı dinləyirsiniz. Müəllim şagirdlərə deyir, az müddətdə daha çox şey öyrənmək üçün rahat yol sənin üçün hansıdır? İdraç taksonomiyasını və biliyin növünü biz burada müəyyənləşdirəcəyik. Şagirdlərə deyir ki, az müddətdə daha çox şey öyrənmək üçün ən rahat yol sənin üçün hansıdır? Burada şagird, məsələn, təsəvvür edin ki, bu sual sizə mən verirəm. Siz nə edəcəksiniz? Hər həvəs bir münasibət bildirəcəksiniz. Şəxsi münasibətiniz olacaq da sizin. Hər idraçdan danışıram ha sizin. Yəni, şəxsi münasibət deyəcəksən ki, ən rahat yol filan yoldur. Niyə görə? Bu yanaşmaya görə. Yəni, fikirləri əsaslandıracaqsın orada. Yəni, başqa bir fikir səsləndirəcəksən, başqa bir fikir səsləndirəcəksən. Yəni, ən rahat yol filan yoldur, misal çəkirəm və bu mənim öyrənməmdə daha effektivdir. Sən nə edirsən? Münasibətini bildirirsən. Münasibət bildirmək idraç taksonomiyasını, yəni öz şəxsi münasibətini bildirməyin, arqument gətirməyin olacaq nə? Dəyərləndirmə mərhələsi. İdraçda tapdıq, dəyərləndirmə mərhələsi. Məncə tapdıq. Məncə bildik ki, hansıdır. Daha sonra isə gələk nəyə? Biliyin növlərinə. Biliyin növlərindən isə hansı sizdə ola bilər? Baxın, deyir ki, ən rahat yol sənin üçün hansıdır? Sənin üçün. Mənim üçün faydalı olanı, mənim üçün uyğun olanı seçəcəm. Özüm üçün. Bunu özüm üçün edirəmsə nə olacaq? Yəni, mən bilirəm ki, bu yol mənim üçün faydalıdır. Öz strategiyasını müəyyənləşdirmək, ondan sonra özü üçün faydalı olan yanaşmalısını bilmək, özünün zəif və güclü tərəflərini bilməsi nə olacaqdır? Nə olacaq? Metakognitiv bilik olacaqdır təbii ki. Deməli, sualımızın doğru variantı B variantı. Dəyərləndir və metakognitiv bilik. Niyə görə oldu? Bir daha burada gəlim. Danışım. Çünki az müddətdə daha çox şey öyrənmək üçün ən rahat yol sənin üçün hansı yoldur? Hansı yoldur? Fikir və əsaslandıracaqsan, münasibət bildirəcəksən, arqument gətirəcəksən, olacaq nə? Dəyərləndirmə və bu yol mənim üçün faydalıdır. Bu yol mənim üçün faydalıdırsa, təbii ki, bu olacaq nə? Özüm üçün faydalı olan yanaşmanı müəyyənləşdirə bilirəmsə, metakognitiv bilik olacaqdır. B variantı doğrudur təbii ki. Və bir də bir şey deyim sizə, elə burada biliyin növlərinə bağlı danışmışsan, qısa bir məlumat da verim. Biz də bildik ki, biliyin 4 növü vardır. Hansılar idi? Deməli, faktoloji bilik, konseptual bilik, prosedural bilik və metakognitiv bilik. Faktoloji bilik faktə əsaslanırdı. Hazır idi. Burada sən öz dəstə xəttin heç bir şey yox idi. Kitabda, qəzetdə, jurnalda, yəni hazır məlumat idi. Olduğu kimi deyirdi, faktoloji bilik əsaslanırdı. Və faktoloji bilik özü də 2 yerə bölünürdü. Terminoloji və spesifik bilik. Terminoloji hansısa bir sahə üzrə bir səsləndirin o sözlərdir. Məsələn, müəllimliyin öz belə deyim də terminləri var. Müəllimlik termini var. Elə biliyin növlərində faktoloji, prosedural, konseptual. Onu yolda keçən kiməsə desən, deyər ki, bu faktoloji, prosedural deyil. Bu nə deməkdir? Təbii ki, hər sahədə, hər fəndə də öz müəyyən bir terminlər vardır. Bunlar o terminoloji bilik. Spesifik bilik isə nədir? Spesifik bilik isə həmin o belə deyim də terminoloji bilik daha da açıqlayır. Məsələn, isim termindir. Amma isim əşyanın adını bildirir, kimdə hara suallanacaq, isim haqqında danışmağım olacaq spesifik bilik. Yerdir, məkandır, adam adıdır, tarix, şəxsiyyətdir, ildir. Bunlar hamısı spesifik biliyə əsaslanacaqdır. Konseptual bilikdə isə özümün burada dəstə xəttim var. Öz yanaşmam var. Özüm burada belə deyim də kitabda olduğu kimi demirsə. Məsələn, isim tərifini dediyim faktoloji. İsimə aid nümunə gətirməyin olacaq nə? Nə olacaq? Nə olacaq? İsmə nümunə konseptual biliyə aid olur. Ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, müqayisə aparma, nəticəyə gəlmək, başa düşmək, dərk etmək hamısı konseptual biliyə əsaslanacaqdır. Sonra isə prosedural bilik isə işin icrası var. Tətbiq etsən də, etməsən də belə o prosesin yolunu bilmək, işin yolunu bilmək olur nə?
yolunu bilmək olur nə? Prosedural bilik olacaqdır. Yəni yolunu bilmək nə deməkdir? Deyirəm ki, misal çəkirəm, maşını necə işə salmaq lazımdır? Hələ necə işə salmaq lazımdır? Onun yolunu dilvə gətirib səsləndirməyin prosedural bilikdir. Deyirəm, dur gəl maşını işə sal görüm. Durub gəlib bu işi icra etməyin də, tətbiq etməyin də olacaq nə? Tətbiq etmək mərhələsi. Yəni prosedural bilik tətbiq etsək də, etməsə də işin ardıcıllığını bilməyimizdə prosedural biliyə nədir? Əsaslanacaqdır və idrac taksonomiyasının həm xatırlamaq, həm də tətbiq etmə mərhələsi ilə nədir? Sıx bağlıdır prosedural biliyimiz. Və bir müddətdən sonra prosedural bilik təbii ki, nə edə bilir? Avtomatikləşə bilir. Prosedural biliyin sonunda əldə olunan, sonundakı o nəticəmiz var ha. Həm nəticə faktoloji ola bilər, həm də konseptual bilik ola bilər. Qısaca burada sizə bir məlumat verim. Metakognitiv bilik haqqında da dediyim, özümə tənqidi yanaşmağı, özümün müsbət tərəflərimi bilməyim, özüm üçün faydalı olan yanaşmağı bilməyim, hamısı da nədir? Metakognitiv biliyə əsaslanacaqdır. Qısaca bir məlumat da verdim. İnanıram ki, sizin üçün də faydalı oldu və sualımızın da elə doğru cavabını inanıram ki, hər birimiz rəy bölməsində düz qeyd etmisiniz. Kanalımıza abunə olmağınızı, paylaşmağınızı, bəyənməyinizi və testin daxilində qısa izahlar istəyirsinizsə, fikirlərinizi yazın. Faydalısa təbii ki, bu davamlı şəkildə həyata keçiriləcəkdir. Dinlədiyinizə görə də sizə təşəkkür edirəm.